benim ağam, Mevlam. Aramı canım, ya İmam-ı Zaman, ya ayrılık ve hicran hicabıyla örtülmüşsən? Niye həsrətli gözlerimizi visalla qovuşturmursan? Vaxta qədər səni axtarmaqla sərgərdan olacaq ya mənim Mevlam, ey mənim ağam. Canım sənə fəda olsun, canım sənə fəda olsun, ey qaib olan o şəxs ki, başında şərafət əmmaməsi var və sənin tayın bərabərin yoxdur. Canım sənə fəda olsun, ey qaib olan o şəxs ki, bizdən uzaqdan deyilsən. Allah'tan zuhurunu tez iste. Ağa daha ümidimiz yoktu. Ağa daha taqətimiz yoktu. Dünyanın her yerinde günahsız adamları kırırlar. Dünyanın her yerinde Müslümanlar şehit olur. Ağa, Allah'tan iste, zuhurunu tez eləsin. İlahi, Perverdigara, Müslümanların rəhbəri nə vaxt gələcək? Təqvalı və imanlıların qəm-qüsarı nə vaxt gələcək? Dünya sülh və əmin-amanlıq istəyir. Sülh və dostluq carçısı nə vaxt gələcək? Nə vaxt gələcək? Yer titrəyərək ölülərin qəbrini dağıdacaq. Ölülər yerin tərkindən çıxırlar. Bədənlərini və saçlarını torpaqdan təmizləyərək canlı insanların görüşünə gedirlər. Onun gəlişi ilə bərabər, yeryüzünün sakinləri ilə bərabər quşlar da şad olurlar. Qurd qoyunla, pələng ahu ilə mehriban yaşayar. O istədiyi vaxt bizimlə danışar və hər yanda olsa heç bir vasitəçi olmadan sözlərini eşidərik. Onu hər yerdə görəcəyik. Hətta evimizdə olsa. Onun təsir və qüdrətindən bütün heyvanlar şad və mehriban olur. Tanış sözlər eşidirəm. Bura haradır? Bura İntizar Vadisi, dünya səhnəsidir. Aman, aman intizarın əlindən. Aman. Sən xilqət dünyasından insanların payıdır. Sanki insar bəşərət evladı ilə doğulur, yaşayıb və ölür. İntizar çəkən adam heç vaxt ölmür. O öncə ümidi məhv edir. Ancaq
Mən hələ də ümidimi itirməmişəm. Hansı ümidle yaşayırsan? Yusifi görmək ümidiyle. Yusif, siz kimsiz? Hardan gelirsiniz? Adım Yaqub'dur. Dünyanın dolaşıq küçələrində sərgərdan gəzən Yaqubam. Mən Yusiflə Yaqubun nağılını eşitmişəm. Biz hamımız eşitmişik. Hətta dəfələrlə bu hekayəti danışmışıq da. Bizim bugünkü mövzumuz da Yusifin hekayətidir. Ancaq hamımızın eşitdiyimiz Yusifin hekayəti deyil. Siz hansı Yusif'dən danışırsınız? İntizar mövzusuyla adı hallanan Yusif. Siz kimsiniz? Əgər layiq bilirsinizsə, bizi sahibi zamanın intizarında olan rəvayətçilər adlandırın. Biz bəşəriyyətin xilaskarı olan, imam zamandan bir xəbər tutan kimi ora səfər edən, rəvayət söyləyənlərik. Bu seferler, aktarışlar, aydın ışıklı, küçe ve xiyabanlardan tutmuş gözleri yol çeken, nurlu ve parlak yürek sahiplerini etibar edir. Biz indi ağamızla bağlı olan xatirələri vərəqləyib, tarixin məlum olmayan qatlarını araşdırırıq. Eğer siz de bu yolun yolcusunuzsa bizimle gelin. Belki Yusifinizden bir haberler elde edebilirsiniz. İntizarda olan rəvayət söyləyənlərin dili, yol çəkənlərin gözləri və ürəkləri kimi hərarətli olsun. 255-ci Hicri qəməri idi. Bəni Abbas sülaləsindən olan Əl-Mehdibillah hakimiyyətinin yaranmasının 13-cü günü. Ne olur Egid? Osman İbni Seydi salamlar olsun. Salam Egid. Bu gece yarısı benim evime gelmekte seni ne vadar ediyor? Mövlamdan sənə bir xəbər gətirmişəm. Ne haber? Niçin böyle narahatsan? Buna bir sebep var. İbn Səid, xəlifənin qulaqları darı deşir. Ona görə qorxuram. Ora bax gör nə görürsən. İki nefer kara paltarlı bize taraf bakıyor. Yəqin gece gözətçiləri. Gözətçi deyillər. Çünki üzlərini örtüblər. Belki oğrudular. Oğrudularsa Egid, axı səndə elə bir qiymətli şey yoxdur. Məndə Mövlamız İmam Həsən Əskəridən mühüm xəbər var. Bu qara geyimli adamlar mühüm xəbəri əldə etmək niyyətində olan oğrulardır. Mühüm xəbəri əldə etmək istəyən oğrular Bəli. Onlar casusdular. Xəlifənin casusları. Yol boyu hər yerdə kölgəmi izləyiblər. İmam Həsən Əskərin evindən tutmuş, bibisi Həkimə xatunun evinə qədər məni gözdən qoymayıblar. İndi də müşahidələrini davam edirlər. gəl içəri. Gəl içəri. Bu mümkün deyil İbn Səid. Mövlam Niçin? buyurdu ki, Şaban ayının yarısı olduğunu səni xatırladım. Şaban ayının yarısı tam girdələnmiş ay. Bu mənə bir şey xatırladır Egid. Sənə təşəkkür edirəm Egid. Təşəkkür edirəm. Amma içəri gəl, danışarıq. Gəl içəri. Tam girdələnmiş ay. Özü də Şaban ayında. Bura bax. Bu müəmmalı xəbər sənə bir şey demir. Hansı müəmmadan danışırsan Ubeydullah? Doğrudan bu gece Şaban ayının yarısıdır. Elədir ki var. Ora bax. Demək heç bir ağıllı baş
belə aydın xəbərin sirr olduğunu dərk eləmək iqtidarında deyilmiş. Ay kişi, yatmış beyni hərəkətə gətir. Bir neçə dəqiqə öncə qulluqçu Əmin də bu xəbəri həkimə xatının mənzili qarşısında dilinə gətirdi. Demək bu bir çevrilişdir. Nə demək istəyirsən Ubeydullah? Tam girdələnmiş ay məsələsi yeni doğulacaq uşağın gəlişi ilə əlaqədar olmalıdır. Hansı yeni doğulmuş uşaq? Qayıdışı vəd olunmuş uşaq. Demək istəyirsən ki, Ha? Həsən İbn Əskərinin bu gecə evladının dünyaya gəldiyi gecədir. Bəli. Bənu Haşim qadınlarının başçısı həkimə indi Samirəlidir. Mən düşünürəm ki, bu tayfanın kişiləri qadınları dünyaya uşaq gətirən zaman öz xanedanlarının böyük və hörmətli qadınlarını öz yanlarına dəvət edirlər. Əgər belə olmasaydı, gecənin bu yarısında İmam Əskərinin mühüm xəbəri, təcili həkimə xatına, yəni uşağın bibisinə çatdırılmazdı. Doğru buyurursan. Yaxşı, bəs bu Səyid nə işlə məşğul? Onu niyə çağırıblar? Osman İbn Səid İmam Əskərinin xüsusi vəkilidir. Demək, o bu gecə uşağın dünyaya gəlişinin şahidi olmalıdır. Ancaq bu mümkün deyil. Necə mümkün deyil? Həsən İbn Əlinin evində yaşayan xəbərçilərdən aldığımız dəqiq və etibarlı məlumata əsasən onların arvadları və kənizlərində heç birində doğuş halı qeydə alınmamışdır. Bəlkə xəbərçilər səhv edirlər. Ola bilsin, Həsən İbn Əli bu gecə dünyaya gələcək uşağın anasını bu vaxta qədər xəbərçilərin gözündən uzaq yerdə gizlədirmişlər. Necə? Axır vaxtlar Bənu Haşimin hamilə qadınları və Samirə şəhərinin mömin xanımları qorxunc hadisələrlə üzləşirlər. Xəlifənin cəlladları Samirə şəhərində dünyaya gəlmiş və hələ doğulmamış körpələri öldürməyə başlayırlar. Bu xəbəri gedib xəlifəyə çatdırmaq lazımdır. Sən yadında saxla ki, mən ilk dəfədir ayın tam dairə şəklinə düşməsi sirrindən agah oldum. Sən Həmən gün, həmən səhər, Samirədə yerləşən müqəddəs bir nahiyə. Həqiq, nə haqda fikirləşirsən? Yavaş-yavaş uzaqlaşıb, yerini səhər şəfəqlərinə verməyə hazırlaşan tam girdələnmiş ay məni düşündürür. İmamətin axırıncı günəşinin çıxması müjdəsini verən şəfəq. İbn Səid, sənə elə gəlmirmi ki, bu ilahi vədin qəbul olunmasından bir neçə dəqiqə keçmiş olsun? Necə məyər? Səhər açıldı, amma vəd olunmuş körpədən bir xəbər yoxdur. Əqid, sən Həsən İbn Əlinin sözlərinə şübhə edirsən? And olsun Allaha İbn Səid. Mənim Mövlam insanların ən düzgün danışanıdır. Amma mən onun söylədiklərinin zərrə qədər də yalan olmasına şübhə eləmirəm. O düz danışır Əqid. Onun övladının dünyaya gəlməsi xəbəri mütləq reallaşacaq. Əgər dünyaya gələn körpənin anası Nərgiz olduğunu bilsən necə? Nərgiz? Həkimə xatından eşitmişəm ki, onda heç bir hamiləlik əlaməti müşahidə edilmir. Amma Həsən İbn Əli bu məsələ ilə bağlı əminliklə danışırdı. Buna heç bir şübhə yeri qalmır. Bilirəm, amma necə ola bilər ki, Nərgiz kimi anadan uşaq dünyaya gəlsin? Allah istəsə, öz hüccətini insanlara bu şəkildə də göstərə bilər. Əqid, inanıram ki, Allah verdiyi vədə əməl edəcəkdir.
Ümidvaram. Amma özüm də bilmədən ürəyim həyəcan içindədir. Bu hal məndən asılı deyil İbn Səid. Nasıl? Sənə salamlar olsun təvəllüd günü. Sana salamlar olsun təvəllüd günü. İlahinin verdiği medriyallaş git. Yasin oku kardeş. Yasin oku. أعوذ بالله من الشيطان Sana çok şükür ilahi. بسم الله الرحمن الرحيم ياسين والقرآن الحكيم على صراط مستقيم تنزيل العزيز الرحيم Çok şükür sana ilahi. Sana şükür edirəm ki, mənim bu səhnəni görməyə ləyaqəti olmayan gözlərimə bəşər dünyasının, ay üzlüsünün, axırıncı Peyğəmbərimizin varisinin nurlu camalını görməyə imkan verdin. İbn Səid, vaxta qədər görmüşdünmü? Dünyaya gələn körpə, doğuş zamanı bütün natəmizliklərin içərisindən pak və pakizə çıxsın. Həqiq, bu Tanrı dünyanı cəhalətdən, zülm, haqsızlıqdan qurtarmaq üçün dünyaya gətirdiyi körpəni pak və nöqsansız xəlq edib. O parlaqlıq və nəciblik rəmsidir. Mövlam, İmam Həsən Əskəri uşağı qolları arasına aldı. Mübarək əli ilə onun gözlərinə, qulaqlarına sürtüb buyurdu. Evladım, mənlə danış. İbn Səid, körpə danışmağa başladı. Sonra o Allaha, Peyğəmbərə, bütün imamlara, nəhayət atasına salamlarını çatdırdı. İmam da öz növbəsində salamını alıb buyurdu. Övladını anasının yanına apardı. Evin xüsusi adamlarından başqa qoymayın bir kəs onu görsün. Osman İbn Səid Ömrəmiyə salam olsun. Səndən bir istəyim var. Eşidirəm və itayət edirəm ey mənim Mövlam. Bu işdə bir sir var ki, tezliklə sən ondan agah olacaqsan. Bildiyin kimi bugün Allah mənə bir övlad əta etdi. O məndən sonra canişeyin və dünya insanlarının yol göstərəni olacaq. İstəyirəm ki, bu istəkli övladın xoşbəxtliyi xatirinə 10.000 parça ət alıb, övladımın dünyaya gəlişi münasibəti ilə Bəni Haşim ailələri və əhli arasında bərabər bölüşdürəsən. İtayət etmək borcumuzdur mənim Mövlam. Ancaq övladımın dünyaya gəlməsi və onun adı haqqında heç kəsə danışma. Bu işdə bizim xanədanı sevən kəslər istisnadır. Bilirsən ki, onlar bizim sirrimizi başqalarına verməzlər. Uşaq xəbər müsəlmanların qəlbinə sevinç və güc verəcək. Bilirəm. Ancaq nə edim ki, şiyyələrin düşmənləri kin və ədavətlərini davam etdirirlər. Və qorxuram ki, bütün bunlar övladıma xətər yetirsin. Şübhəsizdir ki, bizim dostlar onun sağlamlığını hər şeydən üstün tutacaqlar. Səid, indi isə get və dediklərimə əməl et.
kədərli dövrdən 10 illər keçir. Nurlu Şaban ayının yaxınlaşması ilə müsəlmanlar çox şad olur və hər bir kəs çalışır ki, Peyğəmbər xanədanının sevincinə şərik olsun. Heç nədən çəkinmədən axırıncı imamın doğum gününü bayram edin. Bu günün Müsəlman əhli elə bir dövranının qədrini bilirmi? Gel geriye Mehdi, bu gözler seni gözler. Dön gel gözümün nuru, bu gözler seni gözler. Yollarda koyup gittiğin izler seni gözler. Sen gitmişsen efsus kalan birce gemindir. Sensiz bu gemiyi könlüm azizler seni gözler. Sevdim sözünü kimseye sensiz diyebilmez ya Mevla ya. Kalbim bu temiz sevgini gizler seni gözler. Gel çat bizim imdadımıza ya, ey son ümidimiz. Gel çat bizim imdadımıza, ey son ümidimiz. Ey kavni şefaat, kalbim erizler sen gözler. Gözler yol bir, gözler yol bir, hasret ile aşık olanlar. Tek biz değiliz, biz kimi yüzler seni gözler. Senden utanıp gizlenecek ayrı gezenler. Senden utanıp gizlenecek ayrı gezenler. Aman ne kadar var ise düzler ya Mevla ya, sen gözler. Masum meleğim gel yine sen narin dindir. Şirin mezeli sevgili sözler seni gözler ağam seni gözler.
edə bilirsin. Elə bir yer yoxdur ki, onun adı çəkilmiş ola. Və mən həmin yerə getməyim. Lakin bir nəticə hasil olunur. Sinəmə dağlar çəkir. Yusuf gərək yolunuz olsun, elə deyilmi? O mənim dərdlərimin təbibi, qəlbimin rahatlığı, gözlərimin nurudur. Aha! Gözlərim! Gözlərinizə bir şey mi oldu? Deyirsiniz ki, bu dastan hakkında eşitmişsiniz. Yaqub Peyğəmbər haqqında məlumatınız var. Demək onun gözləri ilə bağlı əhvalatdan da xəbəriniz olmalıdır. Uzun illər yaddan çıxmış qəm, qüssələr və çətinliklər yenidən yada düşür. Keçmiş illərə yenidən qayıdaq. Bu kədərli tarixçənin köklərinə nəzər salaq və bu qeyb olmanın mahiyyətinə və səbəblərinə diqqət edək. Bəlkə də bəşər mərifəti və bu kədərin müəmmalarını açmaq xatirinə bu işi etməliyik. 206-cı hicri qəməri ili ayın tam dairəvi şəkil almasından 5 il sonra Qəmə bürünmüş bir günün sübh çağı. O elə bir gün ki, vilayətin 11-ci şamının nuru o zamanki hakimiyyətin məkr və kinayəsi nəticəsində zəhərləndi. Vilayət şamı sübh çağı gözlərini əbədi yumdu. Əfsus ki, ölümünün cavanlıq çağlarının çiçəkləndiyi bir zamanda, yəni 28-29 yaşında ağuşunu aldı. İndi həmin ayrılıq gününün səhəri müqəddəs Samirə nahiyəsi. Ey Allah evladı, ne olur? Deyəsən misafirsən, şəhərə yenicə gəlmisən. Bəli, bir neçə dəqiqədir ki, Samraya çatmışam. Deməli, hər şeydən bixəbərsən. Hansı xəbər? Müsəlmanları ağır vəziyyətə salan müsibət. Bu əzən sədaları Allah elçisinin evladının vəfatı münasibətilə deyildir. Bəli. Həsən İbn Əli bugün səhər vəfat etdi. Demək, eylənlər həqiqətə çevrildi. Hansı həqiqətdən danışırsan? Bir neçə vaxt bundan öncə mən onun məktublarını çatdırmaq üçün ətraf şəhərlərə yollanmışdım. Mevlan mənə belə buyurdu. Qəbul edirəm. Sən səfərdən qayıdan zaman görəcəksən ki, mən haqqın dəvətini qəbul edib ləbbeh demişim. Biz Allahdanıq, Allah'a da qayıdacaq. Deməli, sən onun yaxın adamlarından olmuşsan. Hoş halına qardaş. O səfər İbn Əli deyil. Özüdür. Cəfər İbn Əlidir. İmam Əskərinin qardaşı və həm də canişini. Necə? İmamın canişini? Bəli, Həsən İbn Əlinin övladı yoxdur.
özündən sonra heç kimi canişinliyə təyin etməyib. Ona görə də adamlar Cəfər İbn Əlini canişin kimi qəbul edirlər. Eğer karar kabul eləsələr ki, o Müslümanların imamı təyin olunsun, onda gerek biz imamet mensebinin sona çattığını itiraf edək. Sən nə danışırsan qardaş? Meğer siz Cəfəri tanımırsınız, bilmirsiniz ki o əyyaş, şərab içən, qumar oynayan bir şəxsdir. Çarə nədir? Axı harda İslam ümməti öz imamının arxasınca getməlidir. İslam ümməti bundan öncə də öz imamını seçəndə tələsidi, qəflətə düçar oldu da cəzasını da çəkdi. Əlinin 25 il fənvanişin olması böyük ki, İslam ümməti onda da tələskənliyə yol verdi və cəzasını çəkdi. İndi mən başa düşə bilmirəm. Əgər bu səhvlər yenidən təkrar olursa, onda Müslümanlar hansı itkilərlə üzləşəcəklər? Əbladyan, sən imamın xəbər və sifarişlərini aparanlardan və onun yanında olanlardan olmuşsan. Bəli. Belə bir vəziyyətdə, yəni imamın övladı olmadığı halda və özündən sonra canişinliyə heç kimi təyin etmədiyi vaxt neynəmək olar? Həmin səfərin sonlarına yaxın, mən onun yaxın vaxtlarda vəfat edəcək xəbərini eşitdikdə ərz elədim ki, mənim ağam sizdən sonra ümməti hidayət etmək üçün kimlər canişin təyin oluna bilərlər? O həzrət mənə belə cavab verdi. Mənim məktubumun cavabını səndən istəyən, sənin kisəndə nə olduğunu bilən və mənim cənazəmin yanında namaz qılan kəslər canişin təyin oluna bilərlər. Cəfər İbn Əli ilə görüşmək istəmirsən? Bəlkə o da səndən məktubların cavabını soruşub, səndə nə olduğunu anlayacaq. Xeyr, mən o nişanələrin ikisini bir nəfərdə kişi şəxsdə görmüşəm. O nişanələrin heç birinin Cəfərə oxşarlığı yoxdur. Yaxşı, de görüm, o kim idi? O, kiçik yaşlı, qara buğdayı, ağ libas giymiş, ay parçası kimi bir uşaq. Kiçik yaşlı bir uşaq? Bəli, elə mən də sənin kimi təəccüb edirdim. Ancaq mən şəhərə çatan kimi o mənim qarşımda görünür. Məni öz adımla çağırdı. Kisəmdə nə olduğunu soruşdu. Məktubların cavabını soruşdu. Və mən onun iti baxışları mənə elə tikilmişdi. Mən istər istəməz onun dediklərini təsdiq etdim. Və ikinci nişanəni soruşmağa macal tapmamış, o həzrət mənə belə buyurdu. Əbu Lədyan, sənin pul kisən boşdur. Və əlini uzadıb, bir neçə qızıl pul mənim pul kisəmə qoyub qeyb oldu. Bax, görürsün. Mən inanmıram ilahi. Bu pulları o mənə verdi. Küçük yaşlı bir uşaq. Bəli, indi qalır yalnız bircə nişanə. O da Həsən İbn Əlinin cənazəsinin yanında namaz qılan şəxs. Mövlamı qüsl edib kəfənə düşmüşəm. Onun cənazəsi yanında kim namaz qılacaq? Odur. Gəlir. Həmin uşaq özüdür.
Hardan bilim? Həsən İbn Əliyə çox oxşuyurdu. Kimi istəyirsən ki, onun övladıdır? Ne danışırsınız? Kardeşimin hiç vaxt evladı olmuyor. Sonda o uşaq kimdir? And olsun Allah'a. Ben o uşağı hiç vaxt görmemişim. Ve tanımıram. Siz onu bundan önce görmüştünüz. Heç vaxt. Heç vaxt. Ve onu hiç vaxt görmemişsiniz. Hətta o hindi bizim yanımızdan keçərdən sonra. Bəli, hətta indi də. Baxı, bu bir xəyal deyil. Siz deyin ki, bu bir xəyal. Yalan danış ha. İslam hərdən yalan danışmağı məsləhət görür. Hansı məsləhəti? Müsəlmanların birliyi vacib və məsləhətdir. Əgər qardaşımın övladı olması şayəsi yayılsa, bilirsiniz nələr baş verər? Qardaş qırğını! Özünüz bilin. Ağlımı tamam itirmişəm. Görək belə vəziyyətdə neynəmək olar? Məncə Cəfər İbn Əli haqlıdır. Əgər müsəlmanlar o uşağın varlığına inansalar, iki dəstəyə bölünəcəklər. Onlardan bir dəstəsi Cəfərə sadiq qalacaq, digər bir dəstəsi də uşağın arxasında gedib onu dəstələyəcək. Bax kişi, sən öz ağlıma söykən. Məgər Cəfər İbn Əli öz ağlı və təcrübəsi ilə imamət canişinliyinə o uşaqdan daha münasib namizəd deyil. Əqlimə müraciət etsəm, görərəm ki, Cəfər İbn Əli haqlıdır. Amma nədənsə ürəyim kiçik yaşlı uşağın haqlı olmasına şəhadət verir. Uşaq harada? Evdə olmalı. Ev axtarın. Qoymaram içəri keçəsiniz. Böyle sen canından bezmişsən? Hey qoca! Necəsən? Vəziyyətimi ki görürsün. Sən ki müqavimət göstərə bilməyəcəyini bilirdim. Ne üçün onların qarşısına çıxırdım? Övlan üçün bir iş görmək istəyirdim. Övlan üçün? Bəli. Öldürəcəklər. Mən onunla görüşmək fürsətini əldən verdim. Hansı fürsət? Kiminlə görüşməkdən danışırsan? Məsum imamın canişin olan kiçik yaşlı uşaqdan gedir söhbət. Uşaq! Uşaq! Öldürəcəklər. Mən ona bir söz belə söyləyə bilməyəcəm. Bir an öncə mənə bey yətərli ucadan sən deyildin mi qoca? Səhv etmişəm. Biz hansı insanların vilayət və rəhbərliyindən razıyıq? O insanlar hətta Cəfər İbn Əlinin hörmətinə və imamətlə bağlı olmasına belə diqqət etmədilər. Onu kiçik yaşlı bir uşağın yanağındakı xal ilə dəyişirsən. Mən heç bir uşağın adını və sanını bilmirəm. Cəfər İbn Əli oxun daşa dəydi. Necə yəni oxun daşı dəydi? Evdə kimsə yoxdur. Yoxdur. Axtardığımızı tanmadıq. Şükürlər
Şükürler olsun ilahi sana. Sen öz hüccetini tenha koymadın. Her yeri yaxşı-yaxşı axtarmısınız? Əsgərlər o bitindən də cəhddirlər. Ancaq mən özüm onun bu evə girməsinin şahidi olmuşam. Onun evdən çıxdığını necə? Şahid olmusan, yoxsa yox? Mən yox. Amma bax bu. Bax bu qoca. Gərək ki, hər şey görmüş olsun. Danış qoca, danış. Kiçik bir yaşlı uşağın evdən çıxdığını görmədim. Necə ki biz onun bu evə girməsinin şahidi olmuşuq. Bilmirəm. Necə bilmirsən? Əgər biz öz gözlərimizlə görmədik, ak paltarlı, qara buğday bir uşağın bu evə girməsinin şahidi deyilik. Ah, bilmirəm. Bək, əgər mən, qardaşım Həsən İbn Əlinin cənazəsi yanında namaz qılmağa hazırlaşdığım zaman sən o uşağın gəldiyini görmədin? O məni kənara itələdi. Sonra evə daxil olub Həsən İbn Əliyə namaz qılmadı. Yəsən axı. Nəsə yavaş-yavaş yadıma düşür. Sən, Cəfər İbn Əli, sən özün demədin ki, biz gördüklərimizin hamısını bir xəyal kimi qələmə verək. Nə danışırsan? Sən, Cəfər İbn Əli, sən özün demədin ki, İslam xatirinə yalan danışaq? Axmaq qoca! Tərim oyna! Evi bir daha yaxşı-yaxşı axtarın. Bütün kənizlərin, qulların məlumatlarını öyrənin, o uşağın əlamətini soruşun. Bütün qadınları zindana atın. Bununla da İmam Əskərinin övladı olması ehtimalını yox edin. Cəfər İbn Əli, sən isə mənlə getməlisən. Mən? Bəli, sən. Çox məsələlər barəsində səndən danışmalıyıq biz. Nəyin barəsində? Uşağın gizlətilməsi barəsində. Gizlətmək? Nə danışırsan? Mən danışdığımı çox yaxşı bilirəm. İndicə öz qulaqlarımla qocadan eşitdim ki, sən demisən. İslam belə məsləhət bilir. Özümüzü elə aparmalıyıq. Güya o uşağı görməmişik. Bəlkə bu sözləri inkar edirsən. Bunların hamısını sonra sizə izah edərəm. Mən heç bir İslam izahatını tanımıram və tanımaq istəmirəm. Bütün bunları Müslümanların xəlifəsi üçün saxla. Ardınca gəl. Niyə mənə belə baxırsan? Heç saxlaya bilməzdin. İslam doğru danışmağı məsləhət görür. Mən də hər şeyin həqiqət olduğunu dedim. Hey! İşbaşı işte yemeğin var. Yemeği değil. İçməli sudur. Ne olur olsun. Bu gösterişti. İcazə verin suyu qocaya verin. Hiss olunur ki susuzdur. Dedim ki evden çıkabilmezsen. Bu gösterişti. Heç olmasa özünüz ona verin. Dedim olmaz. Ben vazifemi yerine getiririm. Onda icazə verin. Heç olmasa suyu içmək üçün qoca bura gəlsin.
Kalk ayağa. Allah özünü versin kardeş. Bu evin sahibi için bir iş görmek istersen. Elbette. Orada ne pıçırdaşırsın? Bir dostumun ünvanını soruşuram. Hansı dost? Osman İbni Said. Sen onu tanıyırsan. Tanıyorum. Məktubu ona çatdır. O mektubda ne yazılı? Vəsiyyətnamədir. Vəsiyyətname? Bəli. İnanmıram bu təhlükədən can qurtar. Ha git. Sen evliyesini tanıyorsan. Bilmirəm buna layiqəm ya yox. Ha git. Senden bir ricam var. Benim de siparişimi onlara yetir. Sənin sifarişin onlara çatıb qardaş. Yoxsa bu məktubu sənin vasitənlə çatdırmaq istəməzdilər. Sağ ol ha git. Yaxşı gel koca gel. Neyse sohbet edelim. Ey Osman ibn Ömrəvi, bu məktub sənə çatan kimi sən vəkillərin başçısı və imamətin birinci səfiri təyin olunursan. Dərhal Samirədən Bağdada get və çox sayda müsəlmanların məskunlaşdığı Kərət rayonunda yaşa və vəkillərin işlərini qaydasına sal. Xalqı maraqlandıran məsələlərin həlli ilə məşğul ol. Hər cür siyasi və dini mübahisələrdən, hökumət təftişlərindən uzaq ol. Vəssalam. Bu qeyb olma zamanının başlanğıcıdır. Bu qeyb olma 70 il çəkəcək. Sonra bu qeyb olmanın daha uzaq və uzun dövrləri başlayacaq. Ey nəzərlərdən qeyb olub bitmiş. Səni Allaha tapşırıram. Canıma ot düşüb yanır. Səni canım qədər sevirəm. Kəfənə bükülüb torpaq altına gedənə qədər əlimə ətəyindən çəkməyəcəm. Gül üzünü göstər. Əllərimi qaldırıb dua edə-edə boynuna sarılır. Göz yaşlarımla düzəltdiyim ətirli pöhrələri qəlbində əkmək arzumdur. Ya İmam-ı Zaman, hardasan? Dünyanın hansı tərəfindəsən? Bəlkə Peyğəmbər qəbrinin kənarındasan? Bəlkə Bəqidə o məzlum qəbirlərin kənarında göz yaş tökürsən? Bəlkə anam Fatimənin qəbri kənarında? Bəlkə Kərbəlada, bilmirəm hardasan, hayandasan? Ya İmam-ı Zaman, axı Peyğəmbər özü bizə söz vermişdi ki, dünya fitnə fəsadda dolu olanda mənim övladlarımdan biri gəlib onu ədalətlə dolduracaq. Ya İmam-ı Zaman, məgər vaxtı deyil, məgər dünya fitnə fəsadda dolmayıb, məgər sənin zuhurunun vaxtı deyil? Ya İmam-ı Zaman, gözümüz sənin yoluna dikilir, ümidimiz sənsən. Zuhurunu Allah'tan tez iste. Ya Mevla.
Hüccət ibn-il Həsən qaim ya Məhdi. Sən Hüccət ibn-i Həsən qaim ya Məhdi. Kur'an sirrini bilen alim ya Mehdi. Hifz eyle müminleri daim ya Mehdi ya Mevla. Çek düz yola ümmeti ya İmam Zaman. Arifler hasret çekip gözlüyür seni. Arifler hasret çekip gözlüyür seni. Ağam hardasan deyip səsləyir səni, səsləyir səni. Qəflət gözlərimizdən gizləyir səni. Qəflət gözlərimizdən gizləyir səni. Dəf eylə bu qəfləti ya İmam Zaman ya Mevlaya. Hicrindən çox çəkmişik möhnət ya Mevla. Hicrindən çox çəkmişik möhnət ya Mevla. Birdən belə olmadı rahat ya Mevla. Biz tək sizə etmişik beyət ya Mevla. Qəbul et bu beyəti ya İmam Zaman. Qəbul et bu beyəti ya İmam Zaman. Devletinin yolunu gözleyenler, ey ümit devletinin yolunu ve güneşin çıkmasını gözleyenler, ey iddialı, belə değil. Neden danışırsınız? Ümit devletinin intizarından. Bu ancak talep ve iddiadır. Biz doğrudan da intizar içindeyiz. Həqiqətən intizar çətin işdir. Onu hər adam çəkə bilməz. Necə deyə bilərsiniz? Necə sübut edə bilərsiniz ki, həqiqətən intizar çəkirsiniz? Biz həqiqətən ürəkdən dua edirik ki, bir gün ağamız gəlsin, onu görək. Doğrudan da həqiqi intizarı biz çəkirik. Ağamız və Mövlamızın üzünü görməkdən başqa Allahımızdan heç nə istəmirik. Həqiqətən intizar çəkən şəxs odur ki, öz Yusifini görmək üçün başqalarından daha çox dua edir. Həqiqi duanı bütün varlığınla oxumalısan. Həqiqi intizar çəkən başqaları ilə müqayisədə daha üzgün olmalıdır. Ancaq
baştan başa intizar içinde olmak, oturup dua etmekten daha farklıdır. Bu hal daha üstün ve tesirlidir. Eğer yürek Yusuf'un ferahından üzgündürse, o sakit durabilmez. Onda yürek deyir ki, dayanmağın vakti değil, yola düşmek lazımdır. Yolun tekini kırıp, Yusuf'u aktarmak gerektir. Harda? Necə? Ona harda aktarmak gerekir? Hansı azıqı və ləvazimatla? Siz intizar çeken rivayetçilersiniz. Ve buna göre de onu nece aktarmağı hamıdan yaxşı bilməlisiniz. Həqiqi intizar nədir? Necə olur? Həqiqi intizarı çəkən kimdir? Bizi daha çok narahat eden ve düşündüren bu sual. Siz aktaran, anlayan, her şeyi təhlil edip netice çıkaran Müslüman əhlinin istirabları başa düşüləndir. Bu dəfə bizim axırıncı səfərimizdir. Belki bütün bu deyilənlərdən münasib bir netice çıkarabildik. Xəlvət bir yer seçib, nigarançılıq çəkən intizar aşıqı. ağırdır ki, bütün insanları görebilirim, ama seni görebilmirəm Allah. Benim için çok ağırdır ki, ben senin için ağlayıram, ama başkaları seni terk eləyir. Benim için çok ağırdır ki, gizli bir pıçıltım sənə çatmır. Allah'tan zıvırını tez ister. Allah seni seven aşıklar çoktu ağam. Hicab altında olmakla o aşıkları mahvetmek ne içindir? Ya benim Mevlam, ya İmam Zaman. Necəsən? Gözləri yol çəkən intizarlı adam. Ürək və könül həmdəmimi görmək xatirinə neçə illərdir ki, Allaha münacət edib dualar oxuyuram. Mövlandan sənə bir xəbər gətirmişəm. Mövlandan? Sənin Mövlan kimdir? Üzün görmək istədiyin adam. Qayıdışı vəd edilmiş sahibət zaman. Sahibət zaman? Doğrudan mı? Ondan mənə xəbər gətirmirsən. Mövlan buyurur ki, sənin onu görməyin mümkün deyil. Ancaq gərək sən göstərəcəyim şəhərə səfər edəsən. Oranın yolunu sənə göstərəcəm. Bilməlisən ki, bu yol çox ağır və çətin bir yoldur. Yolun çətinliyindən heç bir qorxum yoxdur.
Mövlamı görmək xatirinə canımı belə qorxu çətinliyə verməyə hazıram. Onu da ardımca gel. Bura sana hakkında danıştığım şehirdir. Görüş anları yakındadır. En gözleri yollarda. Şükürlər olsun Allah'a. Pərverdigara. İlahi şükür olsun sənə. Bəs Mövlamız hanı? Orada. Demirçiler var. Dəmirçilər bazarında. Sən nə danışırsan? Mövlamız orada nə edir? Kızıl düzelden bir kocanı görmeye geldim. Onda onların görüşlərinin qurtarmasını gözləyək. O seni hemen yerde görmek istiyor. Eğer görüşme istiyorsansa ardım çek. Ya Mövla, ya İmam Zaman, özün bilirsən ki, səni bir canlığa görmək üçün nə qədər dualar müraciət etmişəm. Ya Mövla, o nicanı, o niqabı üzərindən götür. Səni sevən aşıqlar çoxdur. Onları məhv etməyin. Ya Mövla. Mevlam buyurur ki bizim aramızda hiçbir hicab ve nikab yok. Bunu özünüz yaratırsınız. Çünkü gözlerinizin karşısına ayrılık perdesi asınız. Necə? Əməllərinizlə. Hansı ki bu əməllər bizləri bir-birindən uzaqlaşdırır. Amma mən məhbubumu görmək xatirinə neçə illərdir ki, dualar oxuyuram. Əgər bu qədər intizar çəkməklə onun etimadını qazana bilmirsə, onda xeyir əməllər hansılardır? Bu adamın üzünə bax. Ona heç bir söz demə. Ancaq o sənin nə demək istədiklərinin cavabını verə bilir. Selamun aleyküm evladım. Eğer mümkündürse bu karanlıkta benden güç şahlar. Evladım, şəriət qanunlarına görə mən az yaşlı uşaqlarla alver edə bilmərəm. Əmi, bilirsiniz, atam səfərdədir. Anam da bura gəlməkdən çəkindi. Bizim 3 şahıya ihtiyacımız var. Ha evladım, bu qıfıl xarab deyil. Bu qıfılın açarı yoxdur. Eğer açarı olsaydı bu kızın harap olmazdı ki. Ha evladım, indi mən bu qıfılın açarını 10 dinara düzəldərəm. Onda bu qıfılın qiyməti 10 şahiyə qalxacaq. Bizim bu kızlara ihtiyacımız yoktur. Anam deyir ki onu 3 şahıya satırıp eve qayıdır. Ha evladım, belə vəziyyətdə bu qıfılın qiyməti 3 şahı deyil, 8 şahıdır. Onda hansı qiymət sizə sərfərdirsə, həmin qiymətə qalır. Ya. Ancaq 3 şahıdan aşağı olmaz. Yaş evladım. Sən 3 şahı var. Mən bu qıfılı səndən 7 şahıya alırım. Kasıbçılıq olduğuna görə mən də bu alışverişdən qazanmaq istəyirəm. Qanun icazə verir ki, mən bu alışverişdən 1 şahı qazanırım. Sən bu qıfılı bu qiymətə satmağa razısan mı? Mən 3 şahıya razıyam. Hə. Onda evladım. Buyur. 7 şah. Allah əzini versin. Ağa, mən bütün pazarı gəzdim. Hər kimə müraciət etdimsə, heç 2 abbasıyla mı? Əgər mənim ehtiyacım bu puldan aşağı qiymətə düzəlsəydi, pulu çoxdan satar. Allah əzini versin. Ağa. Elədir evladım. Allah sənə də xeyir və bərəkət versin. Elə sənin bu xeyir duan mənə kifayət. Gedə bilərsən.
gördünmü? Gördüm, çox layiqli və xoşa gələn bir hərəkət. Mövlam buyurur ki, belə olun. Bu dirişlər görün ki, yanınıza qayıdır. Tərki dünyalıq və pis işlərin dalınca düşmək heç bir fayda verməz. Əməli salih ol. Deməli, əməli salih. Əməli salih olun. Əməli salih olun. Əməli salih olun. Əməli salih olur. Mənim mövlam bu şəhərdə ancaq bu qozanı seçibdir. Həftə tamam olmamış onunla görüşür, əhvalından, kefindən bir xəbər tutur. Əgər sülh və əmnamanlıq carçısı ilə görüşmək arzusundasınızsa, əməl salih olun. Çünki muslih ancaq əməli salih insanların gözünə görür. Muslihlə görüşməyin sirri yaxşı əməllər etmədən açıqlana bilməz. İstəkli dostun vüsalına çatmaq, insaflı və ədalətli olmaqdan asılı deyildir. Yarın görüşünə şüar söyləmək və fəryad etməklə çatmaq mümkün deyil. Bu o vaxt mümkün olur ki, yarın xoşuna gələn əməlləri desən. Əməli salih olmaqla muslihi, aləmin hörmətini, razılığını qazanmış olur. Muslihi görmək istəyirsə, əməli salih olur. O böyük insan gözünün ucu ilə bizə baxarsa, məqsədimizə çatarıq. Yar yanımızdadır. Savab olmayan əməlləri örtmüş pərdəni aradan götürək və əməli salih olaq. Yetişib ruzi qiyamət tez gəl. Ey edən aləmi məftun özünəyəm. Ey edən aləmi məftun özünə qoyma aşıqləri həsrət üzünə. Gəl qoyub başa vilayət tacım. Gəl qoyub başa vilayət tacım. Bu qədər etmə uzun meracıyım. Gəl özün dünyanı abad eyləyən. Qəmə batmış ürəyim şad eyləyən. Ərz edib Həzrəti Peyğəmbərimiz, ərz edib Həzrəti Peyğəmbərimiz, olacaq qeybidə bir rəhbəriniz. Elə ki dünya dolar zillət ilə, elə ki dünya dolar zillət ilə, gəlib abad edər ədalət ilə. Gəl
hemen vədə çatır ey qayib. Gel hemen vədə çatır ey qayib. Ümmeti Habib zəlaletten oyat. Ümmeti Habib zəlaletten oyat. Lütfün ile kafağa hükini cayat. Nurunla zulmete eyle qiyam. Amırlan koyma hasretten ey Mevla-i Aziz. Koyma hasrette ey Mevla-i Aziz, damenünden yakışıdır elimiz. Ey Fatime'ye bağının reyhanı, ey Fatime bağının reyhanı, aşikar eyle özün pünhanı. Allah'ın izniyle aleme bir nida bürüyecek. Deyip olmuş yarın zuhur etmesi hakkında hoş haber insan evladına müjde verecek. O zaman baş verecek ki dünyada hündür ve möhkem binalar tikilmiş olsun. Quranlara zinət, bəzək olur. Daha da hündür minareler dikilen zaman. Kurdüreyli insanların kalbi boyun dersiyle örtülende, yürekler taşa dönür, gözler kuruyanda. İnsanlar yırtıcı canavara dönsünler ve canavar olmayanları başkaları parçalayanda. İnsanlar yalnız kudret sahibinin arkasınca geçsinler. Azlıq tüğyan edəndə, göylər yağış yağdırmaqdan imtina edəndə, Belə bir vəziyyətdə bəşəriyyət təngə gəlib əllərini Allaha tərəf uzadarlar. İnsanlar fəryad qoparıb vəd edilmiş xilaskarı istəyərlər. O zaman düz 40 gün yağış yağacaq. yer titrəyəcək və ölülərin qəbri dağılacaq. Onun qayıdışı zamanı təkcə yeryüzünün sakinləri deyil, quşlar da sevinəcək.
Thank you.